Mənim nəvəm hələ 5-ci sinifdə oxuyanda, o 7-cikdir, neçədir, 5-6 dəfə oxumuşdu. Bizim kitabları oxumadan onu oxudu. Və orada da dedilər ki, mən də oxudum da, maraqlandım. Bu ancaq öz ağlına gələn bir şeydir. Mən orada gördüm, şərq da var, hər şey də var və maraqlı bir məqamı demək istəyirəm. Çox arzulayıram ki, burada da elə bir şey olsun. Hamının bildiyi Hollywoodda Universal City, belə bir şəhər var. Orada Universal Studio var, orada filmlər çəkirlər orada. Bu uşaqlar dirəndi ki, mənim nəvələrim də, gedirik o Harry Potterin film çəkilən qəsrdir. Bu qəsrə girirlər, valideynlər səyahət edirlər, keyfin istəyən qədər pul qazanır. Siz təsəvvür edin, necə təşkil edirlər, həmən film yox. İçəri girən kimi filmin qəhrəmanı gəlir səni qarşılayır. Danışır, uşaqlarla dil tapır, nə bilim, deyinir, belə. Niyə bizdə belə qəhrəmanlar yoxdur? Bəlkə də var qəhrəmanlar, sadəcə o qəhrəmanları belə biz nəzərə çatdıra bilmirik. Bunlar heç bir real qəhrəmanlar deyil, fantastik qəhrəmanlar, uydurma qəhrəmanlar. Təbii ki, ideal qəhrəman deyil, amma deyirlər ki, güya nə yoxdur. Mən onların izlərini də görmüşəm, əsər də yazmışam, bir nağıl da yazmışdım. Nəvə soruşur ki, baba xoşun gəldi orada, deyirəm ki, yox, xoşuma gəldi. Deyir, niyə xoşuma gəlmədi? Deyirəm ki, mənim üçün həyat daha gözəldir, siz daha gözəlsiniz. Orada uydurma şeylər çoxdur. Və analoji müqayisələr aparmışam. Harry Potter əsərində süpürgənin minib uçan nə bilim nə, bəyən bizdə yoxdur. Filan eləyən filan, bəyən bizdə yoxdur. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, biz bunu təqdim eləyə bilmirik. Diyara yoxdur bizdə. Təqdim eləyə bilmirik. İnanın təqdim eləyə bilmirik. Deyir, malı kim ucuz eləyər, onun sahibi. Zahid müəllim Allah şahididir. Neçə dəfələrlə bizim məkanımız Rusiya məkanı olub da. Zahid müəllimin dostları çox olub, Rusiyada. Sergey Mikhalkovdan tutmuş, Bartoldan tutmuş, hamısı ilə ünsiyyətimiz olub orada. Valentin Beresovdan tutmuş, nə bilim, Kuşakdan tutmuş, Roman Seyfdən tutmuş, hamısı. Ben Zahid müəllim onlardan pis yazırdı, ben İlyas Tapdıq onlardan pis yazırdı, ben Məstan Günər onlardan pis yazırdı. Söhbət ondadır ki, onlar öz yazıçılarını elə gözəl təqdim eləyirlər ki, əgər sən istəyirsənsə, nə bilim, uşağı belə həqiqi vətənpərvər kimi yetişdirəsən, sən öz ideyalarını irəli sürməsən. Mən bir misalı deyim, nümunə gətirirdik. Biz 44 günlük müharibədən zəfərlə çıxdıq. Düzdür yoxsa yox. Mən bir qürur hissi keçirirəm ki, tutaq ki, qəhrəman rəhmətə gedib, şəhidimiz rəhmətə gedib, uşağa gətiriblər, bayrağa büküblər çiynində, atasını dəfn edirlər, atasını da bayrağa büküb dəfn edirlər. Uşağa mikrofonu uzatdılar, o mənim şeirimi dedi. Bu üç rəngli bayrağın gözümün işığıdır, azadlıq yağışından doğan göy qurşağıdır, üstündəki ay ulduz gəlir mənim xoşuma, ay üzüyə bənziyir ulduz onun qaşına. Və bu şeiri dedi, inanın gözümdən yaş gedirdi. Və təsəvvür elə ki, bu şeir bizim kitablarımızdan oxunmayıblar ki, hardan oxunur? Dərsliklərdən. Dərslik kütləvidir, yayılır, xəbəri var və mən inanın ki, meyar nədir? Meyar şəxsiyyəti yetişdirməkdir də. Mənə də elə gəlirdi ki, bizim uşaq ədəbiyyatımız elə kimsəyə yaramayan bir şeydir. Amma bu müharibəni görəndən sonra, o bizim cavan uşaqlarımızı görəndən sonra mən heyrətə gəldim ki, səndə və bizim uşaq ədəbiyyatının gücü var. Allah rəhmət eləsin Mailə Muradxanlıya, Allah rəhmət eləsin Ələkbər Kazımovskiyə. Mənim şeirlərim əsasında bir tanrı hazırladılar. Bütün Azərbaycan əskər olmalı, fondda var burada. Bütün illər göstərdilər, bir yumruq kimi birləşdi. Bir yumruq kimi birləşdi. Bizim elə sandığımız ki, bunlar kitab oxumurlar, ancaq telefonla oynayırlar. O uşaqlar gördünüz nə qəhrəmanlıqlar göstərdilər. Yeri gəlmişkən, bu mövzu uşaq ədəbiyyatımıza artıq gəlir. Qarabağ mövzusu, Qarabağ... Təbii ki, gəlib, xəbər... Mən burada jurnal gətirmişəm. Təsəvvür edin, nələr yoxdur. Zahid müəllimin kitabı var. Mən istəyirdim ki, Zahid müəllim danışsın, ona görə sualı verdim. Mənim kitabı var, məlumat üçün deyirəm. Mənim Zəfər Dastan kitabım çap olunub. Mənim Xiffət romanım çap olunub, bircə ilin içində. Bunlar elə-belə yazılmıyor. Mən özümü xoşbəxt hesab edirəm ki, o arzuladığımız gün gəldi. Deyir ki, bütün Azərbaycan əskər olmalı. Deyək, mən özümdə qürur hissi duydum ki, Cənab Prezidentin dəvəti ilə mən onunla bir yerdə Qubadlıya getdim. Mən özümü o mənada, nə bilim, xoşbəxt hesab edirdim ki, o doğma torpaqdan gətirir. İllərdən bəri həsrətində yaşayan anamın, qardaşlarımın qəbrinin üstünə səbəbidir. Bu mövzu bizdə var. Bu mövzu var, o qədər var ki, güllələnən heykəllərlə bağlı, bunu roliklər, zadlar da hazırlayıblar sosial şəbəkədə. Söhbət nədən gedir, mənim dediyim nədən ibarətdir.
söhbət kütləvilikdən gedir. Onların dilində oxuyan uşaqlar var. Zahid müəllimin dilində, Sevinç xanımın da, mənim dilimdə, o cümlədən də ziyalıların söhbət kütləvi oxudan gedir. Söhbət kütləvi oxudan gedir və onun da günahı biz yazıçılarda deyil. Həmişə bizi döyürlər ki, siz yazmamısınız. Siz oxumusunuz ki, millət siz yazmış deyilsiniz. Söhbət bundan gedir. Deyirəm ki, yazmamısınız. Deyirəm, oxumusan, mən bitdirəcəm oxumusan. Yox, Civirtdəyə oxumusan, Amerika səfərin falan. Yox, hardan bilərsən ki? Hardan bilərsən ki? O cümlədən də yenə söhbət bundan gedir. Uşaq ədəbiyyatı var. Dünya uşaq ədəbiyyatını müqayisə edirik. Məsələn, dostumuzdur, Şahin Xəlili. Britaniya ədəbiyyatı üzrə böyük mütəxəssisdir. Xarici Dillər Universitetində dekandır. Şahin o qədər tərcümələr eləyib, Britaniya ədəbiyyatı ilə bağlı dərsliklər nəşr eləyib. Mən ondan soruşdum ki, Şahin, bir söz soruşum səndən. Britaniyada, müasir Britaniyada uşaq poeziyası nə vəziyyətdir? Dediyi sözü deyirəm. Mən yalancı deyiləm, eşidir də ola bilsin ki, salam da deyirəm. Deyir ki, bizim uşaq poeziyamız onlardan qat-qat güclüdür. Biz qədrini bilmirik. Biz qədrini bilmirik, doğrudan deyirəm. Biz əgər qədrini bilsək, tutaq ki, Zahid müəllimin kitabı, niyə təkcə kitabı, o kitabı kim oxuyur ki? Gələm dostum, mənəm 56 illik dostuyam, heç o kitab mənə gəlib çatmayıb. Mən nə bilirəm bu kitabın içində nə var? Oxuyanı da bilmək olur da. Müdrikcəsinə susur.